Bəzən inanırsınız o qədər yorğun oluram ki, bircədən arzuladığım odur ki, evə çatıb elə bir yuyunup bir yatsaydım, stres canımdan çıxardı. Bir yüz vurmaqla da bəzən stresimizi çıxardırıq. Gündəlik stresi necə çıxardırsınız? Yaxşı sağoldu, yaxşı sağoldu. Demək, hər bu gündəlik stresi hər kim bir cürə çıxardır. İndi söhbət təbii ki, sual mənə verilib, mən necə çıxardıram. Bəzən inanırsınız o qədər yorğun oluram ki, bircədən arzuladığım odur ki, evə çatıb elə bir yuyunup bir yatsaydım, stres canımdan çıxardı. Amma heç də həmişə yatmaq mümkün olmur və yaxud da ki, tək yatmaqla stresi çıxartmaq olmur. Bəzən elə ağır əməliyyat keçirəndə və nəticəsi yaxşı olanda ki, əməliyyatdan çıxıb ləzzət almaq istəyirsən, onda bir dostla tanışın adısa yığışıb bəzən qeyd edirik. Bəzən xəstə yaxın olanda, münasibətimiz yaxşı olanda, təbii ki, insana müraciət edən xəstələrin əksəriyyəti onu tanıyan adamlar olur. Əksəriyyətində dost, tanışın vasitəsilə gəlib çatır. Görürsən, bir yüz vurmaqla da bəzən stresimizi çıxardırıq. Orasını deyəndə bəzən yatmaqla çıxartmaq olmur onu.